Həyatımda birinci dəfə dolmanın dadına baxacağam. Balıq dolmasının. Hələ üstündə balıq qutabı da verirlər. Bir məclisdə bu qədər balığı ən son harda gördüyüm yadıma gəlmir. Bu balıq aşiqləri üçün nəzərdə tutulan 4 nəfərlik bir setdir. İçkilər xaric, setdə balıq adına hər şey var. Əvvəlcə soyuq qəlyanaltılardan başlayım. Deməli, turşu, xırt-xırt badımcan salatı, pomidor xiyar, pendir, pomidor salatı, badımcan əzməsi, acılı əzmə, haydari, ev sayağı skumbriya konservi və balıq qutabı ilə başladıq. Üstü sumaqlı, yanı nar şərablı bu nemətin özəl və gözəl dadı var. Ən azı bir dəfə dadına baxın. Ömrümün 36-cı ilində ilk dəfə balıq dolmasının da dadına baxmış oldum. Belə üstü alovlu küpdə gəlir. Pip yarpağı ilə hazırlanır. Bəzilərimiz bəyəndi, bəzilərimiz yox. Amma indiyə qədər görmədiyim bir dad olduğunu etiraf etməliyəm. Yeni dad kəşf etmək istəsəz bir dəfə yoxlayın. Və məclisin jackpotu. 4 növdə balıq gətirdilər. Farel, çupra, levrək və sudaqdan ibarət kvartet adamın iştahını sınağa çəkir. Bəzilərinin xırda sümükləri nəfəsimi kəssə də, ümumilikdə manqalda və yağda qızardılmış balıqların dadına söz yox. İnsafən, vicdanən çox möhtəşəm idi. Qutablı, dolmalı, konservli, bol məzəli və 4 növ balıqdan ibarət bu setin qiyməti 135 manatdır. İskələ Fish and Grill Nardaran yolunda, Sibrizin yaxınlığında yerləşir. Məkanda axşamlar canlı ifalar olur. Açıq etiraf eləyim ki, səviyyəli məkandır. Buranı yadda saxlayın.